Salam dəyərli izləyicilər, dəyərli futbol sevərlər. Futbol camiəsində biabırçılıq, rusvayçılıq, eyni zamanda Avrokuboklarda bizi təmsil edən Çempionlar Liqasında liqa mərhələsinə düşmək şansı olan Qarabağ komandasının rəqibi Ferencvaroş haqqında məlumat və bir sıra olduqca maraqlı transfer, rəsmi transfer və qeyri-rəsmi danışıqlar barəsində sizlərə məlumat verəcəm. Təbii ki, videonu sona qədər izləyin. Məncə bu ayın ən möhtəşəm, ən vacib videosunu izləmiş olacaqsınız. Videonu bəyənməyi və şərhlər bölümündə fikirlərinizi də yazmağı unutmayın. Kanala abunə deyilsinizsə abunə olub bildirişi açıq tutun. Mən isə məlumatları geniş təfsilatı ilə sizin nəzərinizə çatdırım. Ferencvaroş Torna klub, Macarıstanın futbol qüruru. 1899-cu ildə Budapeştin Ferencvaroş rayonunda qurulan bu klub 100 ildən çoxdur Macarıstan futbolunun ürəyidir. Yaşıl ağ rəngləri və əxlaq, güc, həmrəylik şüarı ilə tanınan Ferencvaroş həm ölkədə, həm də Avropada saysız uğurlara imza atıb. 36 dəfə Macarıstan çempionu, 24 dəfə ölkə kubokunun qalibi olan klub 1965-ci ildə qazandığı Intercities Fire Cup'un titulu ilə Avropada böyük səs-küy yaratdı. Ferencvaros'un ev oyunları 2014-cü ildə açılan və 23.700 tamaşaçı tutulan malik Groumapa arenada keçirilir. Qeyd edim ki, Avrokubok oyunlarında bu stadionda 22.200 azərkeşin komandanı dəstəkləməsinə icazə verilir. Burada yaşanan atmosfer Green Monsters adlı tutqulu fanat qrupunun səsi və rəngarəng tribuna şouları ilə unudulmazdır. Klubun ən böyük rəqibi Uypeş futbol klubudur. Əbədi derbi adlanır bu iki komandanın arasında keçirilən görüşlər. Macarıstan futbolunun ən gərgin və ən çox izlənilən maçlarından biridir. Ferencvaroş yalnız bir futbol klubu deyil, bu Budapeştin, hətta bütün Macarıstanın qururudur. Tarixi uğurları, güclü azərkeş dəstəyi və gələcək inamı ilə Fradi adı həmişə yaşıl ağ rənglərdə parlaq görünür. Hal-hazırda Ferencvaroş komandasının ümumi transfer dəyəri 52 milyon 700 min avrodur. Qarabağda isə bu rəqəm 24 milyon 800 min avroya bərabərdir. Ferencvaroş komandasının ən bahalı futbolçusu Məhəmməd Abufani hal-hazırda 4,5 milyon avro qiymətində dəyərləndirilir. Qarabağın ən bahalı futbolçusu isə Kadi Borgesdir. 2,5 milyon avro qiymətində dəyərləndirilir. Ferencvaroş komandasını olduqca şöhrətli futbolçu karyerası olan Robbie Keane çalışdırır. Qarabağ isə məlum olduğu kimi 53 yaşlı Azərbaycanlı mütəxəssis Qurban Qurbanov çalışdırır. Rəqibin kapitanı Denis Dibius 34 yaşındadır və qapıçıdır. Qarabağın kapitanı isə Abdullah Zubirdir, yəqin ki, hər biriniz yaxından tanıyırsınız. Ferencvaroş komandası gənc və təcrübəli futbolçuların tandemindən ibarət möhtəşəm komandadır. Düşərgəsinə diqqət etsək, dünya şöhrətli futbolçuları da görə bilərik. Məsələn, Nəbi Keita vaxtı ikən bu futbolçunun ümumi transfer dəyəri 65 milyon avrodan çox idi. İndi isə hal-hazırda onun transfer dəyəri 1 milyon avro dəyərində göstərilir. Vaxtçən Liverpoolda, Werder Bremen'də top qovmuş futbolçu indi Ferencvaroş'un uğurları üçün çalışır. Həmçinin qeyd etməliyəm ki, Ferencvaroş'un düşərgəsində Edgar Sevikyan adlı erməni futbolçu da var və onun Azərbaycana, Bakıya gəlib-gəlməyəcəyi hələ ki dəqiqləşməyib. Ferencvaroş adətən 3-4-3 taktik sxemindən istifadə edir. Komanda müdafiə olunarkən cinah yarım müdafiəçilər də müdafiəçi funksiyasını yerinə yetirirlər. Hücum zamanı isə onlar hücuma dəstək verirlər. Ona görə də həm hücumda, həm də müdafiədə kifayət qədər etibarlı görünürlər. Qarabağ komandası isə 4-2-3-1 taktiki sxemindən istifadə edir. Ümid edək ki, Qarabağ komandası cinahlarda bu komandaya boşluq verməz. Çünki kifayət qədər təcrübəli və gənc enerjili futbolçulardan ibarət Ferencvaroş bu boşluqlardan mütləq istifadə edəcək. Ümumilikdə Ferencvaroş və Qarabağ komandaları 3 dəfə qarşı-qarşıya gəliblər. 2 dəfə rəsmi oyunlarda, 1 dəfə isə yoldaşlıq görüşündə. Qarabağ Ferencvaroş komandası ilə ilk dəfə 2022-2023 mövsümü çərçivəsində Çempionlar Liqasının 3-cü turunda qarşı-qarşıya gəlib. 3 avqust 2022-ci il tarixində Bakıda keçirilən maç 1-1 hesabı ilə yekunlaşıb. Ovusu Kvabenanın qoluna Frank Boli cavab verib. Qeyd edim ki, bu oyundan sonra Ferencvaroş komandasının üzvləri stadiondan kabab iyinin gəldiyini və bu qoxunun onların qələbə qazanmasına mane olduğunu bildirmişdilər.
Cavab maçında elə onların öz meydanında Qarabağ komandası Ferencvarşu 3-1 hesabı ilə məğlub etmişdi. Beləliklə ümumi hesabda 4-2 hesabı ilə qalib gələn Qarabağ növbəti mərhələyə yüksəlmişdi. 2023-cü ildə isə yoldaşlıq görüşü keçirildi. İyunun 27-sində Qarabağ Ferencvarşu qarşılaşması 3-3 hesabı ilə yekunlaşdı. Beləliklə, indiyə qədər keçirilən görüşlərdə Qarabağ komandası Ferencvarşu komandasına məğlub olmayıb. Ümid edirəm ki, bu dəfə də meydandan qalib ayrılan tərəf Qarabağ komandası olar və iki oyunun nəticəsinə görə qalib gəlib növbəti mərhələyə yüksələr. Siz nə düşünürsünüz? Qarabağ komandası ötən dəfə məğlub etdiyi Ferencvarşu bu dəfə də məğlub edib növbəti mərhələyə yüksələ biləcəkmi? Düzdür, Ferencvarşu komandası həmin Ferencvarşu komandası deyil. Robbikinin başçılığı altında daha da güclənib. Əslində Qarabağ da həmin Qarabağ deyil, amma Qarabağ məncə daha zəif təsir bağışlayır. Sizcə bu Qarabağ bu Ferencvarşu məğlub edə bilərmi? Fikirlərinizi şərhlər bölümündə yazın, gəlsin. Hal-hazırda bookmaker kontorları Qarabağın növbəti mərhələyə çıxmaq şanslarını yalnız 34% dəyərləndirdilər. Rəqib komandanın növbəti mərhələ şansları isə 66% göstərilir. Amma Qurban Hoca həmişə möcüzələrlə bizi sevindirməyi bacarıb. Düşünürəm ki, bu dəfə də Qurban Hoca bacaracaq. Çünki bunu bacarmaq əzmindədir və borcludur. Bəli, çünki Qarabağ komandası tarixi bir şans əldə edib. 4-cü dəfə playoff mərhələsinə yüksəlib. İndiyə qədər 3 dəfə playoff mərhələsinə yüksələn Qarabağ komandası yalnız bir dəfə Çempionlar Liqasının qrup mərhələsinə düşməyi bacarmışdı. Artıq qrup mərhələsi yoxdur, liqa mərhələsi var və bizim əlimizdə belə bir fürsət düşüb. Ferencvarşu həddini keçməklə, yalnız bu iki oyunun nəticəsinə görə qalib gəlməklə yenidən tarix yazmaq və Bakıda dəfələrlə Çempionlar Liqasının himnini səsləndirmək olar. Ümid edirəm ki və inanıram ki, bu belə də olacaq və Qarabağ tarixində ikinci dəfə bu mərhələyə, final mərhələsinə gəlib çatmış olacaq, liqa mərhələsində iştirak edəcək. Bəli, Qarabağ komandasının transferlər gecikdi. Komandanın bir-birinə uyğunlaşması vaxt apara bilər. Amma şansımız var ki, biz bu şansdan istifadə edək. Komandanın prezidenti Tahir Gözəl bu il transferlər üçün ən böyük büdcənin ayrıldığını dedi. Ümid edirəm ki, Qarabağ komandası bir neçə güclü transferlər reallaşdıracaq. Fərq etməz, Ferencvarşu səddini keçə bilməsək belə, Avropa Liqasında, liqa mərhələsində yenə də bizə güclü heyət lazımdır. Çempionlar Liqasının liqa mərhələsində düşsək, daha da güclü heyət lazımdır. Ona görə də mütləq transferlər lazımdır. Bu fikrimi dəstəkləyənlər videonu bəyənin və şərhlər bölümündə Qarabağ komandası transfer et cümləsini yazmağı unutmayın. Qarabağ Macarıstanın Ferencvarşu klubundan ayrılan sabiq futbolçusu Ovusu Kvabenyanı komandaya qaytarmağa yaxındır. Ağdam təmsilçisi 2022-ci ilin iyununda klubu tərk edən Qanalı hücumçunu azad agent kimi heyətinə cəlb etmək üçün danışıqlar aparır. Bir neçə gün əvvəl başlayan danışıqların artıq müqavilənin razılaşdırılması ilə nəticələndiyi bildirilir. Razılaşmaya əsasən Kvabena ilə 2 illik müqavilə imzalanacaq. Mərkəz hücumçusu ötən mövsüm icarə əsasında Türkiyənin Ankara Gücü klubunda çıxış edib. O, iştirak etdiyi 16 oyunda 9 qol müəllifi olub. Qeyd edək ki, Ovusu Kvabena 2020-2023-cü illərdə Qarabağın futbolçusu olub. Hal-hazırda Transfermarket saytı onun bazar dəyərini 400 min avro olaraq qiymətləndirir. Qarabağ Ferencvarşu UEFA Çempionlar Liqasının playoff mərhələsində üz-üzə gələcək. İlk oyun avqustun 19-da Budapeştdə, ikinci maç isə avqustun 27-sində Bakıda təşkil olunacaq. Bu mövsümdə Qarabağ Avrokuboklarda uğurla irəliləyir. Komanda artıq Çempionlar Liqasının playoff mərhələsinə vəsiqə qazanıb. Klub ölkəmizə reyting halı qazandırmaqla yanaşı büdcəsini də xeyli zənginləşdirib. Təsadüfi deyil ki, komanda Çempionlar Liqasına playoff mərhələsinə yüksəlməklə birbaşa olaraq UEFA-dan 4 milyon 310 min avro alacaq. Bu təxminən 8,6 milyon manat deməkdir. Vəsait Avroliqanın qrup mərhələsində iştiraka görə verilir. Komanda əgər Çempionlar Liqasının əsas mərhələsinə düşərsə, UEFA-dan əlavə 18 milyon 620 min avro gəlir əldə edəcək ki, bu da 37 milyon manata yaxın vəsait deməkdir. Ağdam təmsilçisi playoff mərhələsində məğlub olsa belə, yenə də UEFA-dan 4 milyon
290 min avro kompensasiya əldə edəcək. Deməli, Qarabağ artıq bu mövsüm UEFA-dan minimum 8 milyon 600 min avro qazanıb ki, bu da təxminən 17 milyon manata yaxın vəsait deməkdir. Bu pulun miqdarı Qarabağın bir mövsümlük büdcəsinin böyük hissəsini təşkil edə bilər. Biabırçılıq, rusvayçılıq və Qarabağa çıxsaq Azərbaycan futbolunun bugünkü təzahürü. Araz Naxçıvan UEFA Avropa Konferans Liqasında bugün cavab oyununa çıxıb. Elmar Baxşıyevin rəhbərlik etdiyi kollektiv Omoniyanın qonağı olub. İlk görüşdə 0-4 hesabı ilə məğlub olan təmsilçimiz cavab qarşılaşmasında da 0-5 hesablı məğlubiyyətə üzülüb. Oyun haqqında çox da danışmağa ehtiyac yoxdur. Hesaba baxdıqda artıq nəyin nə olduğu bəllidir. Ümumi hesabda 9-0 hesabı ilə uduzan təmsilçimiz Avrokuboklarla ən azından bu illik sağollaşdı. Növbəti ilə isə ümid varmı? Bu heyətlə, bu oyunla, bu taktika ilə çətin. Konferans liqasındakı digər təmsilçimiz Sabah komandası da bugün Avrokuboklarla sağollaşdı. Çünki Araz Naxçıvanla oxşar taleyi yaşadı. Qol vurmadan 2 oyunda məğlub oldu. Levskiyə 1-0 hesabı ilə səfərdə məğlub olmuşdu. Öz meydanında isə bu dəfə 2-0 hesabı ilə məğlub oldu. Beləliklə, ümumi hesabda 3-0 hesabı ilə məğlub olan Sabah komandası da konferans liqası ilə sağollaşdı. Bu illik onlar üçün də Avrokubok mövsümü bağlı elan edildi. Bəli, yalnız Avrokubokda Qarabağ qaldı. Zirə, Araz Naxçıvan və Sabah jurnalı bağlandı.